Bugün dünya çempionu olmaq çətindir, yoxsa məsələn götürüb telefonu əldə çəkməyə nəsə paylaşmaq? Dünya çempionu olmaq. Düzdür? Və bugün bu verilişlərdən sonra sən dünya çempionu olacaqsan, indi olmusan, indi dünya çempionu olur. Yox, Avropa mükafatçıdır. Avropa Bakonu kickboksdan, Bakon Avropa mükafatçıdır. İndi inşallah Ceyran İslam oyunlarını döyüşəcək noyabrda və kickboksun Bakodan kickboksun dünya çempionatını vuruşacaq. Gəldi 3 il bundan qabaq, deyirsən ki, gözüm tutdu da, bildim ki, bundan nəsə çıxacaq. Bəli. Sən necə oldu ki, gəldi 17 yaşı var bana. Ceyran ilk məşqə gələndə gördüm bu uşaqda konkret, yəni prinsip var. Yəni mən təsəvvürə gətirib məşq keçə-keçə görürdüm ki, məsələn, fasilə verirdim. Gördüm, yəni Ceyran fasilə eləmir. Ancaq özü üçün çalışır, ya quruşa işləyir, ya fiziki eləyir. Bunun bazası olmayıb, bax, hardan belə fiziki yaxşı olub? Yəni özün o istəyi, o həvəsi nəsə.